izleyiciləri. Azadlıq FM-in bugünkü qonaqları Facebook konsertmeisteri Firudin Allahverdi və yazar Ələkbər Əliyevdir. Və ikisinin tamamilə fərqli baxışları var. Facebook tamamilə fərqli Facebook stratejiləri var. Firudin Allahverdi Facebookda açıq, Ələkbər Facebookda qapalı adamlardan sayılırlar. Və hər ikisini bugün dəvət etmişik. Bugün də bizim özümüzün konsertimiz olacaq studiyada. Bizimlə olun. Azadlıq FM-də bizi Facebook səhifəmizdən izləyə bilərsiniz. Və ənənəvi dinləyicilərimiz bizi Türksatda, internet səhifəmizdə dinləyirlər. Və telefon nömrələrimiz də əvvəlki kimidir. 050-744-10-17 SMS xəttimiz. Efir@şarəsi azadlıqradiosu.az e-mail ünvanımızdır. Azadlıq FM-də dinləyənlər və izləyənlər də birbaşa elə şərhlərini orada yaza bilərlər. Mən salamlayıram qonaqlarımızı. Firudin Allahverdi və Ələkbər Əliyev. Hər vaxtınız xeyir. Və Ələkbər Əliyevin Ələkbərin hamı onu Ələkbər kimi tanıyır sadəcə. Yeri gəlmişkən soruşmaq istəyirdim elə. Sənin adın nədir? Əli Əkbərdir, Ələkbərdir, Əlidir. Yəni, mən alternativlər sunuram da, yəni istəyən istədiyi ki, Alik də demək olar. Alik də demək olar. Əlbəttə, yaxın dostlara Alik demək olar. Amma Facebookda rusca yazırsan Ələkbər Əliyev. Niyə elə? O, son vaxtlar elə elədim, ya son 1-2 aydır, ondan əvvəl heç vaxt rusca yazmamışdım. Bir dəfə də elə istədim olsun, dəyişiklik olsun. Əvvəl rus dilliləri tənqid elədin, sonra da rusca yazdın adını. Biraz elə oldu. Hətta bizim bir dostumuz var, o hətta Ələkbərə Alik müəllim deyir. Alik Bəli. Yəni ki, burada bilinmir ki, gənc və perspektivli siyasətçi həm də hə, yoxsa ictimai xadim necə olur? Gənc siyasətçi və ictimai xadim dostumuzdur. O mənə Alik müəllim deyə bilmirsən, zarafatlaşır Alik deyərək. Zarafatlaşda deyəcək Alik bəy. Hə də, müəllim axı biraz müəllim müraciət forması. Bəli. Alik bəy. Neysə, Ələkbər. Mən elə belə çağırım. Firudin Allahverdi. Ələkbərin Facebookda neçə dostu var? Çox az. Çox az. 100 yoxsa 200? 200, düz 200. Düz 200 dostu var. Biz ki görmürük. 200, 200 3 idi, səhv etmirəmsə. Mən də heç kimi silməmişəm bu yaxınlarda. Görünür özləri gediblər ya da deaktiv olublar. Və Firudinin neçə? 1633. 1633 kifayət qədər yüksək göstəricidir. Bu niyə bu qədər fərqlidir? Niyə? İkiniz də eyni dairələrdə demək olar ki, olursunuz. Yəni real həyatda bir-birinizlə çox vaxt keçirirsiniz birgə və dost dairələriniz də bir-birinə oxşuyur. Mən biləm. Belədir. Səhv eləmirəm ki? Yəni mənim dostlarımın demək olar ki, hamısı Firudin dosyasında var. Amma niyəsə Firudin belə qərar verib ki, daha çox açıq olsun. Ələkbər isə qapısını bağlayıb virtual dostların üzünə. Niyə belədir? Fərqi? Mən başlayayım yoxsa? Buyur Ələkbər. Facebookdan istifadə məqsədlərimiz bizim fərqlidir Firudinlə. Yəni, Facebook mənim üçün əlbəttə sosial şəbəkədir, amma tanıdığım, ünsiyyətdə olduğum, həyatda ünsiyyətdə olduğum insanlarla burada da, bax bu virtual aləmdə də ünsiyyətdə olmaq imkanıdır. Mən tanımadığım, həyatda tanımadığım, xoşlanmadığım, ünsiyyətdə olmaq istəmədiyim insanları bura, Facebooka, bu sosial şəbəkəyə, mənim şəxsi kabinetimə, belə deyək, məkanıma, şəxsi məkanıma daxil etmək istəmirəm. Yəni, onlara deyəcək heç bir sözüm yoxdur mənim, bilirsiniz. Mən onlara, yəni, niyə ora yığım? Amma bir çox şəxsi tanışların da yoxdur, yəni. Təbii, amma... O demək deyil ki, tanıdığı hər kəsi alır. Şəxsən tanıdığı adamdır ki, məsələn, şəxsən tanıdığım adamların da bir qismi yoxdur, təbii. Niyə? Şəxsən tanıdığı? Həyatda onunla ünsiyyətdən zövq almıramsa, ortaq bölüşdüyümüz heç bir şeyimiz yoxdursa, o dostluq siyahımda niyə olsun ki? Və belə qorxmadan da bunu onun üzünə vurursan. Mən istəməzdim, məsələn,
o dostların arasında olub və bunu eşitəm canlı yayında. Aha. Bu indi Ələkbər Əliyevi şəxsən real həyatda tanıyanlar və ona dost təklifi göndərənlər eşitdiniz onun sizə münasibətini. Əgər siz onun dost siyahısında yoxsunuzsa, bu deməkdir ki, onun sizə münasibəti bayaq eşitdiyiniz kimidir. Yox, yəni deməzdim ki, mənfidir ya da mən nifrət edirəm. Mən məmnuniyyətlə onu öldürərdim. Ya yox. Amma çox sağ ol. Sadəcə yəni burada mənə yaxın olan və yaxud da şəxsən tanış olmasam da söhbətlərindən, statuslarından zövq aldığım, nəsə oxuduğum, maraqlandığım, yəni belə. Münasibət fərqlidir bizdə Firudinlə. Firudin səni Məndə isə heç kim narahat eləmir. Yox, məndə məsələ belədir ki, mən şəxsən tanıdığım insanların demək olar hamısı məndə dostluq siyasındadır. Bir də şəxsən tanımadığım, amma profil informasiyasından da şübhələnmədiyim, yəni saxta profil olduğunu düşünmədiyim hər kəsi dost siyahıma qəbul edirəm. O da ona görə ki, əgər bir insan mənimlə dost olmaq istəyirsə, yəni real insandırsa və istəyir dost olsun, niyə də yox, niyə də buna, yəni nəyə görə ona deyim ki, yox, mən səndən dost olmaq istəmirəm. Heç saxta profil çıxmayıb qabağınıza ki, yəni ondan dostlaşasınız, sonra biləsiniz ki, saxtadır. Yəni çox az hallarda olub. Heç yəqin ki, o ikini keçməz indiyə qədər. Elnarə Millinin toruna siz düşməmisiniz hələ. Yox, mən onu ümumiyyətlə qəbul etməmişdim. Çünki yoxsa ya da o doğrusu yadımdan çıxıb. Amma yadımdadır ki, bir dəfə göndərmişdi və mən ona dedim ki, mən bağışlayın, inanmıram yəni sizin real olmanıza. Yox, birinci dəfə qəbul eləmişdim onu. Bir oydu, bir də ki, o Strasburg şəbəkəsi var idi. Elə odur da. Yəni onlardan bir nəfər də var idi nəsə. Aha, yəni o bir neçə adı var idi. Aha. Amma görürsünüz, mən məsəl üçün belə şeylərdən sığortalanmışam. Mən dostlarımın statuslarını oxuyanda ki, filan profil fake-dir, onu silin, qəbul etməyin. Bunlar mənə çox uzaq söhbətlərdir. Mən başa düşmürəm ümumiyyətlə söhbət nədən gedir. Elmnarə milli, nə bilim, Tükəzban dilli, belə şeylər. Yəni onlar heç vaxt mənim dost siyahıma düşə bilməz. Yəni heç vaxt və onları heç vaxt qəbul eləmərəm və bundan heç vaxt əziyyət çəkməmişəm. Çünki mümkün deyil. Yəni mənim dost siyahıma heç vaxt heç bir fake profil düşə bilməz sadəcə. Onlar şansı yoxdur. Amma nə qədər orada həyat hekayələri, nə bilim, süjet və s. bunların hamısında qaçırtdınız. Ola bilər, hə? Təsəvvür edin, necə maraqlı bir fenomendir yazıcı üçün. Çoxlu kimlikləri olan, virtual kimlikləri olan bir adam. Yazmaq istəməzdiniz onun haqqında. Virtual kimliklər. O qədər yazılacaq mövzu var. Yeri gəlmişkən, madam ki, söhbət mənim yaradıcılığımdan düşdü. Bugün kitab artıq mətbəəyə verilib, Sarı Gəlin romanı və bu yaxınlarda artıq oxuculara, gözü yolda qalan, intizarda qalan oxuculara bu kitab çatacaq. Bu xəbəri doğrusu daha əvvəl Elmir Mirzəyevin Facebook səhifəsindən oxudum. Yazmışdı ki, hazır olun. Hazır olun. Və indi daha dəqiq oxuyaram ki, nə yazmışdı. O belə bizi... Firudin də oxuyub. Firudin romanı. Yəni oxumayıb, yəni bir qismini eşidib. Bəli, kifayət qədər yəni oxuyub Ələkbər mənə romandan. Mən doğrusunu deyim, böyük həyəcanla o kitabın nəşrini, onun yayılmasını və ondan sonra qopması böyük ehtimal olan hadisələr. Görürsünüz, profesional PR-şik həm də. Baxın, söhbəti necə fırladıb, gətirdi. Gətirdi. Və hələ də gedir söhbət. Elmir Mirzəyev yazıb, 2 həftə əvvəl Ələkbər bizə bitməkdə olan romanından Sarı Gəlin bir hissə oxumuşdu. Cəmiyyət gərək toparlansın, öz əsl sifətini görəcək. Belə yazır. Yəni, məncə bu qədər bəsdir sənin kitabının reklamı. Kifayət. Özüm utandım. Firudin, sən reklam elə. Nəyi? Ələkbər kitabını? Mən bəyəx buyurun. Yox, demək istəyirəm, indi sizin reklam növbənizdir.
Yox, mən reklam yox, ümumiyyətlə bayaq siz dediniz ki, bu Facebook süjet xətti kimi insanlar filan. Bu barədə mən də bir neçə müddət əvvəl bu barədə düşünmüşdüm. Biz məsələn, mənim də yadıma düşür ki, 2005-də, 2006-da da hələ biz ümumiyyətlə belə maarifçiliyə çox böyük inam olan insanlar idik. Məsələn, dostlarım daha çox yazırdı, mən də arada yazırdım. Yəni ümumi bu idi ki, insanlar kitab oxumur, insanlar, nə bilim, gənclərlə, yəni, ümumiyyətlə ölkə insanı filan, bu qədər kitabxanalar var idi, dağıldı, satıldı filan. Yəni heç kimə kitab lazım deyil. Belə bir narazılıq var idi. Bu da əslində 19-cu əsrlərdən qalma bir maarifçilik belə nəsə var idi. Amma mən bu yaxınlarda fikirləşdim ki, bəlkə kitab ümumiyyətlə bir vasitə kimi bəlkə ola bilər. Öz dəyərini itirib bəlkə, öz mahiyyətini itirib. Nə görə? Çünki kitab əvvəllər belə idi ki, yəni insanların tutaq ki, başqa imkanları yox idi və onlar informasiyanı yalnız kitabdan alırdılar. Və Facebookdan sonra isə mən başa düşdüm ki, bu artıq bir müasir kitabdır. Çoxlu kitablardır. Yəni biz burada nə qədər insanın həyatını oxuyuruq, nə qədər insanın başına gələnləri oxuyuruq və bu nə qədər kitablar deməkdir. Yəni ona görə məsələn Facebooku olaraq, Facebookda gün keçirən və kitab oxumayan insanları mən nəinki anlayıram, bəlkə də dəstəkləyirəm biraz. Yəni sən bunu deməklə əslində o bir belə insan tipi var bizim cəmiyyətdə. Nədənsə elə düşünür ki, onun həyatı çox maraqlıdır və mən bir yazıcı kimi onun həyatını yazsam, əjdaha roman çıxacaq da, yəni Pulitzer-də də alacaq. Yəni insanlar bizə elə qəribə təkliflərlə gəlirlər ki, mən həyatımı danışım, sən yaz, mən həyatımı danışım, sən yaz. Bilirsin nə qədərdir belə? Yəni sən də yazırsan ki, daha doğrusu deyirsən ki, orada həyatlar var, çox maraqlı kitablar var. Mən demirəm sən yazırsan. Yox, mən yazım deyə demədim. Ümumiyyətlə mən orada oxumağa maraqlı bir şey. Mən nədir? 200 nəfər dostum var, amma bunlar 250 ola bilər. Yəni 300 də ola bilər. Amma mən o insanlarla ünsiyyət üçün buradayam. Yəni orada maraqlı indiyə qədər heç nə tapmamışam. Yəni mən canlı ünsiyyətə daha çox üstünlük verirəm. Sən dostların azdır. 200 dostum var, məndə 1633 dost var. Yəqin ki, məndə maraqlı insanların çıxma ehtimalı var. Facebookun ən böyük problemi bilirsiniz nədir? Yəni Facebookda araq vurmaq mümkün deyil. Ona görə yəni ora mənə sıxır. Araq vurmağın application yoxdur. Mən proqramçılar üçün bunu deyirəm ki, bəlkə bu proqramçılar bəlkə düzəltsinlər onun applicationını. İndi bu yeyib-içmək applicationı. Bu ölkə demək istəyirsiniz ki, bu Facebookda deyək ki, araq üzr istəyirəm. Facebookda yox, real həyatda araq içməyənlərin ümumiyyətlə heç bir əyləncəsi yoxdur. Bilirsiniz necədir mən? O qədər application var ki. Yox, araq içməyənlə problemim yoxdur. Araq içməyən xeyli sayda dostum var. Amma belə deyək də araq içənlərlə nə yalan deyim, daha maraqlı olur. Əgər o dostlar araq içənlərin məclisində də gəlib iştirak edirlərsə, o ayrı məsələ. Amma mən məsəl üçün araq içməyənlərin məclisində, onların dominant olduğu məclisdə otura bilmərəm. Və bir şey də deyim ki, söyüş söyməyən insanlardan xoşum gəlmir. İnsanlar söyüş də söyməlidir. Və Facebookda da belə yaxşı ki, bir tərəfdən səhifənizi qapalı tutursunuz, çünki əlbəttə, o da var. Həm də mən yəni bir o adamlar söyüş bir humanist kimi yeni nəslin gəncliyimizin tərbiyəsinin pozulmasını istəmirəm. Yəni belə bir missiyam da var, görürsünüz. Əzabkeş obrazı da yaratdıq burada. Loro Ekspertov yazır. Hamı əzabkeşdir, hamı əzab çəkir. Loro Ekspertov yazır, Firudin bəy salam, qulağını ayı tapdalayan adamam, amma yenə də sizin yaradıcılığınızı bəyənirəm. Deyəsən, epotaj janrında bəstələyirsiniz. O nə fərq olur? Bu Loro Ekspertov hər məsələdə ekspertdir və ona görə bu musiqi məsələsində də yəqin ekspertdir. Mən düzünü deyim ki, anlamıram Firudinin yazdığı musiqini və bunu boynuma alıram ki, anlamıram bunu və amma Loro Ekspertovdur da, ekspert daxil anlayır hər şey. Mən məşhur yəni ekspertimiz Loro Ekspertova təşəkkür edirəm onun verdiyi suala, dediyi xoş sözlərə görə. Bilməm, o xoş sözlər saymaq olaram. Heç söz eşitməməkdə. Amma
mən epotaj belə bir janrdır ki, onun məsələn Ələkbər yazıb, hətta onun kitabını yazıb, mən əcəbim kitabı. Amma mənim yazdığım musiqilərin içində mən epotaj bir dənə olub, bəli. Bir dənə olubdu, Cəllabad oğlanları mahnısı var. Təəssüf o deyəsən, bəlkə YouTube-dan qoymaq olar hətta o mahnı, YouTube-da olmalıdır. Xahiş eləyək, sonra qoyarlar bizim üçün. Məsələn, o mahnı, Cəllabad oğlanları mahnısı belə çox maraqsızdır. Səhər tezdən dururlar, qızlara göz vururlar, Cəllabad oğlanları. Yəni, çox maraqsız üçün də yazılır. Yox, sadəcə orada çox maraqsız bir əhvalat da var. Bir dəfə bizim məşhur şairimiz Akşin Yenisə ilə o da Cəllabad oğlanlarından. 5-6, o özü də yəni əslən Cəllabadlıdır. Biz onunla Gəncədə idik, gəzişirdik parkda, sonra oturduq. Təxminən o çayxanada Cavad xanın məqbərəsi ilə üzbəüz idi. Yadındadır ki, oturub çay içirik, belə dincəlirik də, belə vətəndaşıq, yəni asudə vaxtımızı keçiririk digər ölkəmizin ikinci şəhərində. Belə gördük, kimsə orada mahnı qoyub, istilan kasetdən nədənsə, mahnı mənim yadımdan çıxıb. İmişli oğlanları idi, yoxsa Bərdə oğlanları idi, yoxsa Ağcabədə oğlanları, nəsə belə bir mahnı idi. Biz belə çay içə-içə söhbətin mövzusunu dəyişdik. Görəsən, axı bu bir incəsənət hadisəsidir də bu, aşağı-yuxarı o mahnı. Bunu necə yazılırlar görəsən? Yəni, ola bilər az əhəmiyyətli, ola bilər, amma bir nümunədir də, yəni ən azından. Yəni, baş veribsə hadisədir. Bəli, baş verib yəni bu. Biz başladıq düşünməyə, belə mükalimə apardıq ki, əcəbə bunu necə yazılırlar? Şeir əvvəl yazılırlar, yoxsa musiqini, nəyi prinsip tuturlar? Dedik ki, gəl bunu bir baxaq görək, biz yaza bilirikmi bunu? Yəni, çünki bizə biraz çətin iş kimi gəlirdi, yəni, o cür mahnı yazmaq. Bacardınız? Biz bacarmadıq, nəyə görə? Biz bu mahnını yazandan sonra və elə Akşin götürdü salfetkanı, başladı yazmağa ki, nə bilim, səhər tezdən dururlar, nə bilim, qızlara göz vururlar, Cəllabad oğlanları. Mən də gəldim Bakıya, təxminən musiqisini yazdım, oxudum və alınıb-alınmayıb deyə bunu bir xalqdan, necə deyərlər də, çünki xalq musiqisi üslubunda olduğu üçün biz xalqa istədik bunu təqdim eləyək. Biz bu mahnını verdik, o zaman biz bir yerdə işləyirdik Alma qəzisində. Şu lanet olası mahnının nə uzun tarixçəsi. Günel Mevlud'a. Günel Mevlud bunu apardı, hansısa bir toy müğənnisinə göstərdi bu mahnını. Dedi, bəlkə bunu oxuyarsınız da qulaq asıb deyib ki... Mən bildim, DJ Günel Mevlud oxumaq istədi. Yox, Günel Mevlud bu mahnını apardı, bir toy müğənnisinə verdi, rayondakı toy müğənnisinə ki, bunu öyle Cəllabadlı. Bunu oxuyarsan mı? O da deyir ki, mən belə səviyyəsiz mahnı oxumaram. Yadıma düşmüşkən çox üzr istəyirəm. Amma müğənnilər var oxuyurlar, bilirsiniz. Yəni mən qohumlarım deyirlər ki, Sabirabadda oxudurlar. O tip mahnılar çoxdadır. Həmin mahnının sözlərini dəyişiblər indi. Yox, o tip mahnılar oxuyurlar Sabirabad oğlanları. Mən əvvəl dedim də belə bir mahnı var idi. Yəni ümumiyyətlə ölkəmizdə belə mahnılar çoxdur. Amma musiqisi yenidir, yəni. Yox, bizdə məsələn yenidir. Ümumiyyətlə çoxlu yaxşı mahnı. Və mən bir də bir şey demək istəyirəm ki, bu Facebookdan mənə dostluq təklifi göndərən və dostluqlarını qəbul etmədiyim insanlara, şəxslərə, vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, mənim əzizlərim, məncə bayaq dedin, mənim əzizlərim, siz mənə dostluq göndərəndə mən münəccim deyiləm. Xahiş edirəm, ora bir ismarıc da yazın, bir mesaj yazın, bir şey yazın, kimsiz, biz harada oldu. Sonra çıxırsan küçədə, kafedə, bayırda, haradasa, barda, restoranda görürsən ki, kimsə yaxınlaşır, deyir, dostluq göndərdim, bəy, niyə qəbul etmədiniz, tutaq ki. Qalmırsan ki. Biz axı o gün Rafiqlə bir yerdə vururdıq, tutaq ki də. Axı mən sənə aradan öz də şəkil qoyur məsələn oraya it şəkli, uşaq şəkli. Yeri gəlmişkən, göy şəkli. Firudin sizin deyəsən qəşəng bir belə klassifikasiyanız var idi. Kim hansı şəkilləri qoyur qızlara aid? Yox, mən onu sual vermişdim ki, insanlar niyə öz şəklini deyil, başqa şəkillərini qoyurlar və orada mənim dostluq siyahımda ən azından bir-iki psixiatr da var, yəni belə adamlar, həkimlər var. Onlar müxtəlif variantlar yazmışlar. Biri, mən doğrusu yadımdadır, biri var idi, deyirdi ki, əgər quş kəpənək şəkli qoyursa, bu demək istəyir ki, mən yəni belə deyək, çox sadəlöv, uşaq kimi bir
belə deyək, qızam da belə. Yəni mənim başıma Allah ciddi kədərlidir. Ciddiyəm, kədərliyəm, yalan sevmirəm. Xəyanəti bağışlamıram. Ən yaxın rəfiqəm adamdır. Və yağış yağanda pəncərədən baxmağı xoşlayır. Çölə. Yəni bu demək istəyir belə qızam. O lanet olası mahnının sədaları eşidilir. Amma deyirlər balaca uşaq şəkli qoyanlar. O qızlardır ki, bunlar ərə gəlib uşaqlı, yəni istəyirlər uşaq da oxusunlar da. Yəni göstərirlər ki, mən uşaqları sevirəm. Bircə bu kişilərin də Facebook davranışının klassifikasiyasını eləyən olsaydı yaxşı olardı. Çox maraqlı olardı, bəli. Çox maraqlı olardı. Səs mühəndisimiz deyir ki, mahnı az qalıb, hazırlanır. Yəni mahnının sizin internet belə zəifdir deyəsən, eləmi? Hə? İnternetiniz zəifdir. Belə ya da səs mühəndisimiz zəif asta gəldi. İkisindən biri. Hər halda nəsə baş verəcək. Ziyalılara sual yazıb İlkin Əlisoy. Yazır ki, Ələkbəri və Firudini salamlayıram. Xaricdə yaşayan və təhsil alan gənclərimizə məsləhətiniz nədir? Ölkəyə qayıtsınlar yoxsa yox? Ziyalı mövqeyi maraqlıdır. İlkin Əlisoy yazır. Mən İlkini buradan həqiqətən də mən də salamlayıram. Mənim həqiqətən çox sevdiyim gənclərimizdəndir. Gənclər sektorunda belə deyək, demokratik düşərgədə təmsil olunan çox ləyaqətli insanlardandır. İlkin, valla hər kəs İlkin kimi olsa bəsdir. İlkin gedəndə mən bilirəm ki, özü ilə 100% buradan bir çamadan Azərbaycan həqiqəti aparıb. Ən azından bayraq olub orada, şəkərbura olub, qoğal olub. Hətta çamadan o qədər böyümüş ki, borta buraxmayıblar. O çamadan yəni, burada broşuralar olub, lazımlı broşuralar olub. Bütün gənclər belə eləsin. Azərbaycan həqiqətlərini aparın dünyaya. Amma biz son zamanlar belə bir problemlə də qarşılaşmışıq ki, o qədər Azərbaycan həqiqəti aparılır ki, xaricə, yəni birazdan defisit yaranacaq, həqiqət qalmayacaq ölkədə. Və Azərbaycan həqiqətlərindən daha biri, Cəllabad olmaları. Sözləri Akşin Yenisey. Kururlar, kızlara göz vururlar, Cəllabad oğlanları. Yaşayırlar, dururlar, min bir büsatı kururlar, kızlara göz vururlar, Cəllabad oğlanları. Namuslu qeyrətlidir Cəllabad oğlanları, şanlıdır, şöhrətlidir Cəllabad oğlanları. Məncə bəsimizdir. Azərbaycan həqiqətlərindən bu qədər bəsimizdir. Mən ilkinə öz növbəmdə bircə Loru ekspertivə sualım var buradan. O epataj dediyim bu muydu ha Loru? Mən istəyərdim ki, İlkin bəyin sualına da öz növbəmdə cavab verim. Mən də İlkini salamlayıram. O çox dəyərli insanlarımızdandır. Yox qardaş, qayıdıb eləməyin. Vallah qayıdıb eləməyin. Qalın orada. Üzr istəyirəm. Əgər söhbət tutaq ki, bundan bu kontekstdə gedirsə ki, biz qalaq orada nəsə eləyək filan, mən ümumiyyətlə biraz məsələn, tutaq diaspora olaq. Mən diasporanın Azərbaycanlılardan alınmasına inanmıram, çünki diaspora xalq əsasən qovulmuş xalqlardan olur da, yəni diaspora xalq. Yəni bizə də əlbəttə o insanları qovulmuş saymaq olar ölkədən. Amma belə tutaq ki, klassik anlamda deyil də bu, biraz başqa cür qovulmaq. Bunlar belə maraqlı qovullar, bunlar kreativ qovullar. Belə qovullar, ona görə bu cür qovmaqla da diaspora alınmayacaq. Amma belə həyat qurmaq üçün mənə elə gəlir ki, ora daha rahat olardı, ora daha yaxşı olardı. Bir də ki, insandan insana fərq var. Bu, hər kəsin özünün mövqeyi olmalıdır ki, harada mənə maraqlıdır, orada yoxsa burada. Və burada yenə yazırlar, Fərabi Allahverdiyev yazır ki, salam Firudin, mənəm Fərabi, niyə deməmsən evdə radioya çıxacağını? Bu qohumdur yəqin ki. Bu mənim qardaşımdır və sadəcə, mən ümumiyyətlə əsasən demirəm, harda olduğumu. Amma indi ümumiyyətlə təklif gec gəldi mənə, çünki siz çox biraz
o çox az müddətə 1 saat bundan qabaq dediniz istəsiniz. 1 saat bundan əvvəl dedik. Məsələ bundadır ki, biz dinləyicilərə dünəndən belə bir plan var idi ki, Flora Kərimova gələcək studiyaya. Onun Facebook'dakı səhifəsini müzakirə edəcəyik. Və Flora Kərimova 1 saat əvvəl məlumat verdi ki, ona ağır xəstəlik yüz verib, qrip olub. Və 1-2 saat bundan əvvəl xəbər verdi və biz planı dəyişəsi olduq və gələn həftənin planını bir həftə əvvələ çəkəsi olduq. Mən şəfalar diləyirəm Flora xanıma. O bizim karifeyimizdir. Mən də. Və bütün qriplərə şəfa diləyirəm. Bəli, bütün qrip xəstələrini biz şəfa edirik. Nicat Qəni yazır ki, salam Firudin bəyi qiyabən tanıyıram. Son zamanlar Firudin bəyin cəsarətli yazılarını oxuyuram. Əcəba hakimiyyətin baskılarından qorxmurmu? Belə yazır. Vallahi qorxmaq deyəndə ki, hələ ki indiyə qədər mənə belə bir hələ ki döyülməmişəm. Nə bilim, hələ ki öldürməyiblər. Yəqin ki, belə döyüb öldürüləcək səviyyədə yəqin nəsə yazmamışam. Belə çıxır. Başqa tərəfdən sual yazan var. Hacıyev yazır. Firudin bəy, Üzeyir Mehdizadə sizə mahnı yazmaq üçün müraciət eləsə, onu vurarsınızmı? Yox, mən ümumiyyətlə mənə mahnı üçün müraciət eləyən heç kimi vurmaram. Yəni, yaxşı pul versə mahnı yazarsınız, hə? Yox, yaxşı deyəndə ki, necə deyirlər, qiymət nədirsə. Vallahi yazsın. Nədir? O pul da yeyib içməyə gedir də, bizə qonaqlıq verir. Yazsın. Yazsın yəni. Yox, ümumiyyətlə məndə belə bir tutaq kiməsə mahnı yazmıram. Məndə mövzu məsələn mövzuya görə ola bilər ki, yazmayım. Məsələn, desin ki, bu mövzuda yazmayım. Məni maraqlandırmasın. Amma ümumiyyətlə desək ki, tutaq ki, sevgi haqqında bir mahnı yaz, nə bilim, tutaq ki, təbiət haqqında bir mahnı yaz, ya ictimai bir problem barədə mahnı yaz. Tutaq ki, də indi. Və onun oxuduğu tərzdə yazın. Mən çalışaram ki, yəni, o rahat oxuya bilsin, yəni. Maksimum müğənniyə rahat olmalıdır. Aha. Və bu arada sizi qonaqlığa çağıran da var, Etibar Salmanlı dəvət edir sizi. Vasif Qarayev də qonaqlıq tələb edir deyəsən. Yazır ki, Ələkbər bəy bir ay bundan əvvəl daha cəsarətli şəkildə deyirdi ki, Sarı Gəlin kitabının təqdimatından sonra parti keçiriləcək bu hadisə münasibəti ilə. Bugün o cəsarəti hiss eləmədim. İstəyirəm Ələkbər bəy Azadlıq Radiosunun efirindən elan etsin. Elə bir fikir varsa. Bir dəqiqə bağışlayın. Əgər bir nəfər qonaqlıq təklif edib, o birisi qonaqlıq istəyirsə, yəqin yaxşılar onlar özləri bir-birinə bəlkə qonaqlıq versinlər. Özdə bu Vasif mən heç gözləməzdim. Bir saat əvvəl mənimlə araq vurub, indi gəlir oradan məndən parti tələb edir. Nərgiz adı Gözəlova yazır ki, maraqlıdır, gedənlərin gəlməyini istəməyən Ələkbər niyə özü Azərbaycandadır? İzahlı cavablara görə Firudinə təşəkkür edir. Yəni, sizdən də izahlı cavab istəyirlər. Niyə Azərbaycanda ya? Hə. Yəni, belə yaxşıdır, xaricdə olmaz. Gedin, siz də olun da. Mən heç kimi qovmuram burada. Mən deyirəm, oraya gedibsə, əgər yerləşibsə bir insan, özünə həyat qurubsa, nizam-intizamlı bir işi, həyatı, onun asudə vaxtı, maraqları və əlbəttə ki, daha yaxşı olardı, ən ciddi faktordur bu, sevgilisi varsa, qalxıb da bura qayıtmağın adı yoxdur. Yəni, bəs vətən? Bəli? Bəs vətən? Vətən... Əslində, Həmid edişi demişkən, vətənin də insana xəyanəti olur da. Yəni, vətəndir də, Ramiz Rövşən demişkən. Hə, onu bir vaxtlar Həmid edişi deyirdi ki... Vətəndir. Düzdür, Elnur Aslanbəli çox əsəbləşmişdi buna. Amma, yəni, bizə düşdürəm ki, yaraşmaz, valla. Vətən artıq... Vətən sözünü dilə gətirməyin özü ayıb bir şey sayılır. Bu hakimiyyətin sayəsində, ASTV-nin sayəsində, bu propagandanın sayəsində bizi vətəndən hər mənada didərgin salıblar. Yəni biz burada qala-qala da vətəndən uzaq. Vətən yoxdur ki. Yəni bu 18 ildə bunlar bir dənə bir gün, 2 gün qar yağdı, yağış yağdı. Bütün şəhər Aşxabad batan kimi batdı. Sular kəsildi, qazlar kəsildi, işıqlar kəsildi. Bugün də mən fikir verirəm dünəndən bəri bütün asfaltlar partlayıb.
bütün asfaltlar, böyük çuxurlar əmələ gəlib şəhərin ortasında, hər tərəfdə. Yəni bəsdirin də, adam dolanmısınız siz. Ona görə yəni neyniyə bu vətən də bizi bir dəfə sevsin də, hələ bizi sevəcək onunla. Və Lora Ekspertov soruşur ki, səsləndirdiyiniz mahnı pornografiya deyildi, belə soruşur. Nə bilim, bilmirəm, bu pornografiya tərifinə uyğun gəlmir, amma yəni belə başa düşdüm ki, Firudin bəy deyir ki, epatajdır. Və Akşin Əsədov bu arada Loraya deyir ki, o çox duzludur. Rahim Namazov yazır ki, siyasi mühacirlərə bir mahnı yazsanız pis olmaz. Hacı Hacıyev yazır, Ələkbər bəy bu yaxınlarda belə bir sərlövhəli məqalə dəydi gözümə. Yazıcı anar. 2 nöqtə. Yazıçılar Birliyinin tövbə qapısı açıqdır. Qapı bağlanmamış. Bu şansdan istifadə edəcəksinizmi? Ələkbər bəy. Mən o adam haqqında danışım, o reklam etmək istəmirəm. Xahiş edirəm, mənə belə suallar verin. Vasif Qarayev yazır, yanlış anladınız, mən qonaqlıq tələb eləmirəm. Sadəcə istəyirəm ki, o kitabın təqdimatı səs-küy doğursun. Hətta oxunmasından öncə də. Görürsünüz, hamı yığışıb bir yerə sizin kitabınızı reklam eləyir. Bundan sonra o kitab oxunmasın neynəsin? Belə. Kim ki Facebookda oturub nədir, insan talilərini oxumaqla məşğul deyil, bunlar oxuyacaqlar da o kitabı yəqin ki. Necə bilirsiniz Firudin bəy? Yəqin, yox, mən özüm demirəm ki, mən ancaq Facebook oxuyuram. Mən ümumiyyətlə kitab da oxuyuram, Facebook da oxuyuram. Amma bilirəm ki, bu ümumiyyətlə bəşəriyyət növbəti bir keçişin, belə deyək, ətrafında. Necə ki, daşa yazırdılar, sonra dəriyə yazırdılar, sonra kağıza yazırdılar. İndi növbəti bir etapa keçirik. Amma mən sizə deyim, bu yaxınlarda Seymur Baycanla mən Trier'in Melanxoliyasına baxdım. Bütün dostlara tövsiyə edirəm, kino həvəskarlarına, hətta kinonu sevməyənlərə də. Yəni o Melanxoliyaya baxın, faniliyi ondan gözəl çatdıran əsər, kino əsəri mən görməmişəm. Möhtəşəm. Yəni, bilmirəm bunu niyə dedim, amma vətəndən danışdıq deyə kövrəlincə də nə bilim, belə fanilik haqda düşünməyə başladım. Səxavət Sultanlı sizlərin hər birinizi salamlayır və sual edir. Qış gəldi, siz Qobustana gəlmədiniz. Eşq olsun Səxavət Sultanlıya, mənim müsavatçı qardaşıma. Mən Qobustana yayda ona görə Səxavət bəy qorxuram gəlməyə ki, deyirlər orada ilan çoxdur. Qışda da adam donub ölər orada. Yəni, benim fobiyam var. Hava biraz düzəlmir. Amma zarafat bir kənara, yəni Səxavət bəy də bilir ki, bunların hamısının başında Seymur Baycan dayanır. Yəni o ziyarətin və vəd etdiyiniz ziyafətin baş tutmamasının baiskarı bax bu Seymur Baycandır. Yeri gəlmiş ki, sizin Facebook səhifələrinizdə bu əsas mövzulardan biridir. Qonaqlıqlar, kim qonaqlığı verdi, kim qonaqlığı söz verdi, kim qonaqlığı söz verdi, yerinə yetirmədi, kim qonaqlığı hətta söz vermir. Yerinə yetirməyənləri çıxartır ictimai qınaqçı. Siz nə qədər yeyib içirsiniz? Valla neyin yeyik Xədicə xanım? Sonra da deyirsiniz ki, ölkə inkişaf eləmir. Sonra da deyirsiniz ki, ölkədə pisdir. Hansı restorana girsən, görsən Ələkbər oturub orada. Yox, hansı restoran deyəndə ki, bəlli restoranlar var, kafeylər daha doğrusu. Yəni, 3-4 obyekt var, belə deyək, bizim yığışdığımız, toplaşdığımız. Orada heç biz demək də istəmirdik onsuz da. Bütün demokratik düşərgə təxminən elə o obyektlərə toplaşır. Amma bizim işliyimiz nədir? Onsuz da özümüzü öldürməklə məşğuluq da, intihardır da bu. Yəni biz beluq arağı içə bilmirik. Mən məsəl üçün beluq arağının heç dadını bilmirəm, o necə olur. Amma onu alıb içirlər. Bahalı içkilər içmirik ki, keyfiyyətsiz şeylər içir də, dimidrollu, mimidrollu girdirmə, o hardasa çəxtə bağlanmış araqlar. Biz intihar edirik. Yəni olmaz olsun elə yeyib içmək. Yəni elə bilməyin ki, Ələkbər kef edir. Bəli. Elə bilməyin, çox çətindir. Rahim Namazov yazır, üçünüzü də Fransaya dəvət edirəm, qulluğunuzda hazıram. Yəni bu da qonaqlıq təklifi və yenə o yazır, meyxanaçı bayram demişkən yeyib içən oğlan yaman olmaz.
Loro Ekspertov yazır, qonaqlıq vədləri Qurbanəli bəyin bizim genlərdəki izidir. Çox olur belə hallar, qonaqlıq söz verirlər, sonra yerinə yetirmirlər. Yox. Sizə deyim ki, bu... Sizin ictimai qınaqdan qorxurlar. Yox, qonaqlıq verib, söz verib yerinə yetirməyən demək olar ki... Yox, çünki elə insanlarla əslində həyatda da çox ünsiyyətdə olmuram. Yəni, mənə nəsə söz verib... Yəni, mənim çevrəmdə ümumiyyətlə dostlarımın, mənə yaxın insanların heç biri qeyri-ciddi adam deyil, yəni bu mənada. Mənə yaxın olan bütün insanlar sözündə duran insanlardır. Ümumiyyətlə, sən deyir ki, sən dost xəyanəti görməmsən. Ya, dost xəyanəti bəli, çox maraqlıdır. Təşəkkür edirəm. Dost xəyanəti nədir? Məsəl üçün, mən bilmirəm. Kinolar çəkirlər, mahnılar oxuyurlar, nə bilim, nə yazırlar. Kimsə mənə xəyanət... Ümumiyyətlə, xəyanət nədir? Bilmirəm, görməm. İctimai mənada demirəm, yəni şəxsi həyatımdan gedir söhbət. Mənə xəyanət edən olmuyor. Mən bilmirəm xəyanət nədir. Amma yəni biz biraz qeyri-ciddi tona köklədik bu söhbəti. Niyə xəyanətdən danışıram? Yox, ondan əvvəl bu qonaqlıqlara kökləyəndə söhbəti, sən bu xəyanətə çevirməyində yəqin bunu söhbəti biraz ciddiləşdirmək cəhdi idi. Amma ikiniz də ciddi siyasi, sosial problemləri ictimai müzakirəyə çıxardırsınız Facebook səhifəniz vasitəsilə. Başqa dostlarınızın Facebook səhifəsində bəzən sadəcə blogda yazırsınız, bəzən yəni romanda yazır Ələkbər. O hansı sizcə mövzudur ki, onu hər gün müzakirə etmək lazımdır? Sosial şəbəkədə də, nə bilim, kim harda oldu? Hansı mövzudur ki, hansı deyək ki, hansı statusu hər gün post edərdiniz, deyək ki, bax. Hansı mövzuda status post edərdiniz? Ümumiyyətlə, hər gün, olan mən birinci, yoxsa? Buyur. Ümumiyyətlə, hər gün mövqe bildirməkdən xoşum gəlmir. Və düşünürəm ki, mən Firudinlə bu məsələdə həmrəyəm. Təəssüflər olsun deməyəcəm, çünki elələrini sadəcə mən hayd edirəm, dostlar siyahımda olsalar da. Bir də onu da deyim, yəni 200 dostumdan hardasa 100-ü hayddır. Yəni gizlətmişəm. Bəli. Yəni bu hər gün mövqe bildirmək, hər gün rejim belə gəldi, bu belə getdi, bu artıq urvatsız bir şeydir, onu daha da urvatsızlaşdırırlar. Yəni istəmirəm mən hər gün nəyəsə, konkret nədənsə mən hər gün status yazım. Xeyr, belə bir ehtiyacım yoxdur. Hər gün gündə bu özdə iş kimi buna yanaşanlar, səhər 9-dan axşam 6-ya kimi girib orada rejim belə gəldi, belə getdi. Biraz həyat da olsun istəyirəm insanlarda. Yəni kinodan yazsınlar, ədəbiyyatdan yazsınlar, teatrdan yazsınlar, qızlardan yazsınlar, oğlanlardırsa, oğlanlardan yazsınlar. Yəni o qədər də xoş görünmür kənarda ki, bir insanın işi gücü belə bildik, yəni bildik. Vəziyyət çox pisdir və bu hakimiyyətdə çox pis işlərlə məşğuldur. Amma bunu hər gün 20 dəfə yazmağın da mənası yoxdur. Mən də Ələkbərin münasibətini bölüşürəm və ümumiyyətlə biz həmişə bunu demişik ki, bizim hər gün münasibət bildirməyə nəyəsə belə bir niyyətimiz yoxdur, istəyimiz yoxdur. Mən də bunu dəfələrlə bildirmişəm. Bir də ümumiyyətlə banallaşmaqdan, yəni nəyinsə banallaşmasına əgər yəni yaxşı olar nəyinsə banallaşmasın. Məsələn, biz bilirik də, tutaq ki, lazım gələrsə ifadəsi var məşhur. O necə banallaşdı? Təkrar banallaşdı. Sonra analogu olmayan təkrar banallaşdı. Vətən banallaşdı. Məsələn, mən istəməzdim ki, nəyisə banallaşdıraq. Tutaq ki, demokratiya banallaşdıraq və yaxud nəsə digər ideyalar. Və yaxud nə bilim, deyirlər ki, din, filan, İslam, xristiyanlıq, nəsə də banallaşması istəməz. Söhbətə də vətən məsələsi də, yəni bəli, vətən banallaşıb da, yəni. O qədər bunlar bunu, vay. Yəni, gör nə günə qalmışıq, vətən sevgimizi də etiraf eləyə bilmirik, yəni. Ciddi məsələdir. Ülvi Həsənli yazır, sual. Ələkbər müəllim, siz yazılarınızda çox sərt olsanız da, həyatda çox utancaqsınız. Bu nə ilə əlaqədardır? Mən
dinləyicimiz məncə sizi yaxşı tanımır. Yox, yaxşı tanımır, o mənə məzələnir. O Yəni utancaq deyilsiniz də bunu bəri başdan elan edək bilsin. mən yox, utancaq deyiləm. Utancağın oğlu olmaz. Mənim 2 oğlum var. Mən ümumiyyətlə Ülvi bəyin yerində olmaq istəməzdim ki, ictimai belə bir canlı yayında rəhbər ona deyir ki, mənlə məzələnir. Mən onun yerində heç olmaq istəməzdim. Yəni. Oydu. Heç Seymur Baycan soruşur, Ələkbər müəllim, xalq niyə sizə nifrət edir? Bunun kökləri çox dərindir. Yəni əslində bu belədirmi? Valla Seymur müəllim deyirsə deməli elədir. Yəni Seymur müəllim deyirsə deməli məzələnmir, elə belədir ki. Yəni belə deyək də, Seymur Baycanla mənim auditoriyalarım təhvili olaraq eynidir. Və ona görə də onu sevənlər 5 aşağı 5 yuxarı mənə də sevir. Ona nifrət edənlər mənə də nifrət edir. Yəni Çox sevirəm bu mahnını. Və maraqlı və Ümumiyyətlə Cavanşir müəllimin əksər musiqiləri belə deyək, sevilməli musiqilərdir. Aygün Kazımovanın da, Aygün xanım Kazımovanın da çox milli olduğu dövrlərdə Cavanşir müəllimin möhtəşəm əsərləri. Məncə o indi milli oldu axı deyəsən, hə? O indi milli oldu. Bəli, Aygün xanım, ümumiyyətlə gəlin biraz show biznesdən danışaq dostlar. Baxın, mən Aygün Kazımovanın o son klipini gördüm. Mən istəyirəm mən neyiniyə bilərəm Aygün Kazımova mənə cavab versin, dava düşsün, maraqlı olsun. Yəni Aygün Kazımovanın klipini gördüm o gün. Gördüm ki, dekolte paltar, dekolte deyildi. Yox, nə deyirlər ona? Bədənə yapışan. Azərbaycan bayrağıdır, parıldayır belə. Yəni o klipdə onun yeri yox idi. Yəni biz Aygün xanımın vətənsevərliyindən heç zərrə qədər yəni şübhə etmirik. Zərrə qədər. Mən Aygün xanımı yazsan. Mən yox, ciddi. Yəni mən Aygün xanımı Azərbaycan yəni necə deyim, vətənpərvərliyinin təcəssümü hesab edirəm. Yəni Aygün xanım çox milli xanımdır. Çox millidir. Amma o paltar yeri yox idi orada. Qəşəng klip çəkmişlər, belə glamur klip idi. Bir dənə qaqaş oynadıblar klipdə. Qardaş, glamur qardaşdır. Güya bu neft mədənlərində işləyir. Yəni, orada buruqlarla işi bitəndən sonra gəlir, başlayır orada çimir, neyinir? Hə, güya bunlar üçün duş qoyublar orada. Bu gəlir orada çimir. Qaqaş da mankendir. Hardan tapılar? Türkiyədən gətiriblər, İsraildən gətiriblər, bilmirəm. Bunlar nə oyunlardan çıxır. Yəni, güya burada bunlar
neftçi tapıb ora qoya bilməzdilər. Yəni mən Aygün xanımı çox sevirəm. Doğru. Sosializm, Aygün sosializm xanım çox optimist xanımdır. Yəni Aygün xanım çox optimistdir və mən onun səsini eşidəndə, üzünü görəndə, onun o şıltaq o belə ədalarını görəndə yəni ovqatım düzəlir. Mən əslində o Rəhim Namazov yazır, ay brat gül kimi söhbət gedirdi. Heç Aygünün klipinin yeridir. Yox, mən bir şey əlavə eləmək istəyirəm ki, mən də o klipə baxmışam və mənə elə gəlir ki, o ümumiyyətlə müasir dövrün Bəxtiyar filmidir. Yəni sosializm də biz təxminən eyni dövrdə Sovet İttifaqı kimi bir sistemdə yaşayırıq və buna görə də orada necə idi Bəxtiyar filmində? Neftçi oğlan mahnı oxuyur zaten filmdə. Şokolad kimi. Bundan sonra neftin tərkibi nə qədərdir? Neçədir? Sən necə cavab verməzsən? Filan qədər faiz, filan şey var, filan qədər faiz, filan şey var. Neftə göründə qeyri-ciddi yanaşmadır. Deyir şokolad kimi. Amma nə özü oxuyur. Yox, bunlar bizi aldadıblar. Bunlar güya neftə qeyri-ciddi yanaşır, belə şokolad kimi filan, güya da biz hara neft hara, bizim neftə münasibətimiz belədir. Şokolad münasibətidir. Amma axırda biz gördük, bugün biz görürük ki, bunlar bizi dolayıb və oturublar bu dəqiqədə neftin üstündən durmurlar. Yəni boru da axır cibə. Nicat Məmmədbəyev yazır, dostumuz Ali Transmillidən eşitmişəm ki, Firudin Allahverdi Cavanşir Quliyevin Sənsizlikdə mahnısını çox gözəl ifa edir. Nə zaman onun ifasında bu mahnını eşidə bilərik? Vallahi mən əslində müğənni deyiləm, yəni ümumiyyətlə oxumaqla məşğul olmuram. Və o mahnı mənim sadəcə sevdiyim mahnılardan biridir. Olub bir neçə dəfə ki, məsələn oturmuşuq bir yerdə, nəsə maraqlı söhbət eləmişik. Bu vaxt gitara peyda olub, göydən düşüb, bilmirəm necə olubdu. Və mən onu oxumuşum bu mahnını dostlar üçün də çox qısa bir çevrədə. Yəqin ki, Əli Transmilli onu nəzərdə tuturmuş. Firudin İspan mahnılarına üstünlük verir. Onun repertuarında əsasən İspan mahnılarıdır. Hər halda. Həbib Müntəzir yazır ki, Xərci xan Facebook verilişində Facebookda onlayn olmadığı üçün qınayıram. Bu belə deyil, əslində onlaynam. İkincisi, qonaqları salamlayır və bir sualım var. Verilən məlumata görə Azərbaycan həqiqətlərini Kiprə daşıyan deputat Gülər Əhmədova Kiprdə xəstəxanaya düşüb. Münasibətiniz nədir? Mən bir daha buradan qeyd edirəm ki, Azadlıq FM verilişində dinləyicilərin yazdığı ismarçılar yəni həqiqətə uyğun olmaya bilərlər. Mən xəbəri Yeni Müsavat qəzetinin saytından oxumuşam və orada yazılana görə də belə bir şey yoxdur. Gülər xanım sağdır, salamatdır, vətəndədir və Allah eləməsin Gülər xanıma nəsə olsun. Yəni mən çox sevindim. Mən də o xəbər yayılandan özümü çox bir təzyiqim qalxmışdı, özümü pis hiss edirdim, amma bayaq oxudum və Gülər xanım vətəndədir. Sizin Gülər xanımın belə deyək, pərəstişkarları sırasında olduğunuzu bilmirdim. Yox, pərəstişkar məsələsi deyil. Yəni Gülər xanım deputatdır, Azərbaycan üçün çalışır. O Kiprdə məhz Azərbaycan həqiqətlərini Kiprə aparmışdı o da. Yəni və mən Azərbaycan həqiqətlərini Azərbaycandan kənara daşıyan, orada təbliğ edən istənilən insana hörmət edirəm və onu qiymətləndirirəm. Yəni Kiprdə də buna ehtiyac var. Qənirə xanımdır, Gülər xanımdır. Onların axı bilirsiniz, paxıllıq yaxşı şey deyil. Yəni elə özünüz bəlkə bir iş görmürsünüz, amma cəmaata söz atır. Yəni sizdən getmir söhbət. Əstəğfurullah. Həbib Müntəzirə deyirsən. Həbib Müntəzirə deyirsən. Həbib Müntəzirə də getmir. Yəni ümumiyyətlə belə insanlar var. Təəssüf ki, cəmiyyətimizdə belə insanlar var. Yəni Qənirə xanımla və digər bizim xanım deputatlarımız, onların gördükləri işlər, onların fəaliyyəti. Ümumiyyətlə mən bugün təəssüflə qeyd edim ki, bugün meyxanaya pis baxanlar, xor baxanlar var. Axı Endersi xanım məsəl üçün meyxanaçıları aparmışdı Amerikaya, onlar orada konsert vermişdilər. Sonra bizim Pəri Məclisi, o xanım saz çalanlarımız da yaxın şərq ölkələrinə qastrol konsertləri ilə gediblər. Bunlar hamısı Azərbaycan həqiqətinin dünyaya daşınması. Hər öz sahəsində də, yəni deputat xanımlar öz sahəsində daşıyır o həqiqətləri. Saz çalan xanım. Mən Ələkbərə sual verə bilərəm. Buyurun. Ələkbər, mənə çox maraqlıdır məsələn. İndi elə fikirləşdim. Görəsən bu Azərbaycan həqiqətlərini biz ciddi. Görəsən bu həqiqətləri biz aparanda xaricə, məsələn, xarici ölkələrdə gömrük rüsumu tutulur bu həqiqətlər üçün. Yoxsa necə? Yəni rüsum varmı Azərbaycan həqiqətləri keçirəndə? Onlar
bütün vergilərdən, rüsumlardan azaddır. Xaricdə. Azaddır. Bir də xalçaya və səhv etmirəmsə, kürü də şübhəsiz milli atributlarımızdandır və Azərbaycan həqiqətidir, amma kürünün xüsusi olaraq daşıyıcısı var xaricə. Yəni ondan yalnız o daşıya bilər. O daha yaxşı daşıyır. Bilirsiniz, mən sizə bir şey deyim. Mən bir dəfə bir sürücü ilə tanış oldum. Çox maraqlı bir sürücü idi. Bir şirkətdə bu sürücülük edir və biz bununla bir gün yol gedəsi olduq rayona. Maşında Seymur Baycan da vardı. Və orada söhbət banan monopoliyasından düşdü və bu sürücü qayıdıb dedi ki, bilirsiniz, bu ölkəyə, baxın, zəhərli banan gətirər biri, yer uşağın Allah eləməmiş, iraq olsun, ölər. Ona görə nəzarət var, bir nəfər gətirir, amma ən azından mən rahat balama alıram onu, 1 kilo aparıram balama, təmiz, bilirəm ki, o bir nəfər gətirib onu, özü də nəzarət edir. Yəni, kürü də elə strateji qida maddəsidir ki, ona da bir nəfər nəzarət etməlidir ki, yaxşıdır ki, eləyir. Xalça və rəsm əsərlərində isə Mədəniyyət Nazirliyindən arayış almaq lazımdır. Onlardan savayı belə bütün həqiqətlərin çıxarılması sərbəstdir. Yəni Azərbaycandan kənara rüsum və vergi yoxdur. Zamiq Məmmədli yazır, salamlar, insanın doğulduğu yerdirmi vətəni, yoxsa özünü yaxşı hiss etdiyi yer? Bəzən hər hansı bir xarici ölkədə vətəndaş olmaya vətəndaşı olduğu ölkəsindən, vətənindən daha çox haqq və hüquqa sahib olur. Mən lazım olmayan və vaxt lazım olmayan yerdə doğulmaq bəxtsizliyinə inanıram. Ona görə də yerimi dəyişməyə nail olmuşam. Sizlər necə? Layiq olduğunuz yerdə doğulmağınıza inanırsınızmı? Oy, çox uzun və fəlsəfi sual oldu. Soruşur, sizcə layiq olduğunuz yerdə doğulmusunuz? Mən belə şeyləri açığı sorğulamıram. Yəni, doğulmuşam da artıq bunu düşünməyin nə mənası? Bilmirəm, mən bu barədə heç düşünməmişəm ki, mən layiq olduğum yerdəyəm, yox. Mən kiməm ki, harasa layiq olum, ya da mənə layiq olan yer haradır? Qarışdı deyəsən, aləm bir-birdə, amma yəni, mən düşünməmişəm bu haqda. Yəni ki, layiq olduğum yerdəyəm də. Elmir Mirzəyevin belə bir nəzəriyyəsi vardı ki, illər əvvəl. Biz əvvəl haradasa yaşamışıq, yaxşı yerlərdə yaşamışıq. Yəni, o da mücərrətdir də, yaxşı yerlərin, yaxşı ölkələr ola bilər, yaxşı başqa planetlər ola bilər. Biz orada günah işləmişik, ölmüşük və Azərbaycanda cəza kimi, yəni Allahın cəzası olaraq Azərbaycanda dünyaya göz açmışıq. Elmar Hüseynov isə, rəhmətli Elmar Hüseynovun gözəl bir kəlamı var idi. Allah Azərbaycanlıya bəla vermək, müsibət vermək istəyəndə onu Avropa təfəkkürlü edir. Yəni, indi bilmirəm, bizdə mən şəxsən eləyəm də, yəni Avropaya satılanlardan sayılıram. Bilmirəm, bəlkə də layiq deyiləm bura, nə bilim. Niyə? Belə deyil. Məncə ölkəmizi yaxşı eləmək olar, məncə. Olar yəqin ki. Olar. Bilirsiniz, Haqverdiyevlə Mirzə Cəlil, mən bu yaxınlarda eşitdim, yəni Azərbaycanlının bu yaxını aylar əvvəl, bəlkə də, Mirzə Cəlillə Haqverdiyev oturub nərd atırlarmış, 1 saat, 2 saat, 3 saat, ikisi də susur. Öz aralarında oynayırlar nərdi belə. O atır zəri, bu atır zəri. Saatlar keçir və bunlar susurlar, danışmırlar. Sadəcə oynayırlar və birdən hər ikisi, yəni ikisi də bir yerdə sinxron başlarını qaldırırlar, göz-gözə gəlirlər və eyni anda bu sualı verirlər. Səncə düzələcək? Tez-tez verirlər o sualı. Mənə geri gəlmişkən hərdən Facebookda chatı bağlamağımın səbəbi də bu olur. Birdən kimsə girir və sual verir. Sizcə bu işlərin axırı nə olacaq? Bu sualı verirlərmi sizə, Firidun bəy? Yox, bəzən olur, belə bir sual vardır. Məsələn, oturursan nə filan, axırda o da adətən necə olur? Məsələn, tutaq ki, oturmursan, bir də yemək gəlir, bayaqdan söhbət edirdin və yemək gəlində söhbət bitirmək üçün, məsələn, bir nəfər deyir ki, görəsən, axır nə olacaq bu işlərini, belə. Onun məncə bir cavab var ki, axır olmayacaq. Yəni, ümumiyyətlə, heç bir işin axır olmur da, prosesdir, gedir. Aid Ələkbər yazır, salam dostlar, müsavatın rebrandingi haqqında bir ara söhbət getmişdi. Bir irəliləyiş varmı? Sual yəqin ki, Ələkbərədir. Mən belə bir təklifim olmuşdu, doğrudur. Amma
Bu təklifin dalıca getmədim açığı. Bunu Müsavat rəhbərliyi ilə müzakirə etməmişəm. Bu sadəcə bir ideya idi və Facebookda müzakirəyə açmışdım və bunun nəticəsi də bu oldu ki, dostların əksəriyyəti, hətta deyərdim hamısı, rebrandingə ehtiyacın olduğunu təsdiqlədilər, etiraf etdilər və hətta bir neçəsi təklif kimi, variant kimi loqotiplər də hazırladı. Amma başa düşürəm, uzun illərin hər kəsin vərdiş elədiyi simbolikanı dəyişmək, atributları dəyişmək çətindir, asan məsələ deyil. Yəni, psixoloji bariyer var, onu aşmaq lazımdır. Amma mən, şəxsən mən, gənc müsavatçı kimi deyə bilərəm ki, partiyanın logotipi o qədər də mənə müasir görünmür. Yəni, dəyişməsini daha gözəl logotipinin olmasını istərdim. Amma bu, o qədər də prinsipial məsələ deyil. Facebook səviyyəsində müzakirə olunmuşdu. Və Ayda xanım, siz niyə ümumiyyətlə onu indi burada radioda müzakirəyə çıxarırsınız? Ayda xanım bizim qiymətli dostlarımızdandır. Və Akşin Əsədov yazır ki, artıq banallaşıb Firudin bəy özünü patriot kimi qələmə verənlərə demək istəyirəm ki, patriotizm alçaqların axırıncı sığınacaqdır. Məşhur kəlməni təkrarlayır. Vazih Mustafa yazır. Vazih Bodenstedt Mustafa yazır. Hamınızı salamlayıram. Firudin üçün darıxdığımı xüsusi bildirmək istəyirəm. Doğrusu tamam başqa bir tezlikdə idim. Sizi görəcək geri qayıtmış oldum. Yazınız, musiqiniz və efiriniz üçün çox darıxmışdım dostlar. Efirdə və gündəmdə mövcudluğunuz üçün təşəkkür edirəm. Güman edirəm ki, burada təşəkkür mənə düşürdü. Ara üçün deyim ki, Vazih Mustafa bizim dostumuzdur. Demək indi Almaniyada art management oxuyur. Yəni incəsənət menecerliyi oxuyur və ümid edirik ki, orada soyadı orada yəni hansısa mədəni ya sosial statusu dəyişib, həm də soyadında Bodenstadt. Yox, bu Bodenstadt bu yəqin ki, Mirzə Şəfi Vazihlə bağlı. Oradan götürülür. Yəni, mən bilmirdim. Həm də vazihdir axı. Həm də vazihdir. Gör linkə bax. Nə, gerçəkdən, gör. Hər şey əslində su üzündəymiş, görmək gerekir. Hacı yazır ki, kürünün keyfiyyətinə nəzarəti görmək maraqlı olardı. Yəni, məsələn, gəzəyən balıqların kürüsünü bazara çıxarmırlar və gündə 100 dişi balıqla əlaqədə olan erkək balıqları ismətli, ürvətli milli dişi balıqlara yaxın buraxılmır. Axı, kürü də sonuçda bir balıq yumurtasıdır. Yazır. Yox, Hacı, biz qərara gəldik artıq bu studiyada ki, kürü Azərbaycan həqiqətidir. Xahiş edirəm, Azərbaycan həqiqətlərindən bizim fikirlərimizi yayındırmayın. Yayındırmayın, bəli. Yox, həqiqətləri ümumiyyətlə müzakirə etməzlər. Həqiqət həqiqətdir. Rövşən Qasımov yazır, onu bağışlamaq olarmı? Kimi? Bilmirəm. Rövşən Qasımov yazır, mən nə bilim. Mən hər kəsi bağışlaya bilmirəm. Mənim ən pis xasiyyətim ümumiyyətlə budur. Mən hər kəsi bağışlayıram. Kin saxlaya bilmirəm, pislik eləyə bilmirəm insanlara. Ne gözəl insansınız siz. Mən heç kəsə pislik eləyə bilmirəm, kin saxlaya bilmirəm. Ən pis xasiyyətim bunlardır. Həyatda soruşsalar ki, ən murdar, ən pis xasiyyətin hansıdır? Ürəyimin təmiz olmağıdır. İnsanlara inanmağındır yəqin ki. İnsanlara inanıram, tez inanıram insanlara. Məni aldatmaq asandır, ağlatmaq asandır mənə. Ümumiyyətlə, mən də bağışlamaq tərəfdarıyam. Yəni, aşağı-yuxarı. Gəlin bağışlayaq. Məncə, ümumiyyətlə. Bu da orada həm qardaşın da sualına cavab olsun. Biz hər kəsi bağışlayırıq bu gecə. Ümumiyyətlə, prinsipimiz təxminən budur. Bir dəqiqə. Dinlərə görə bağışlayan başqa var, başqa adamdır. Yox, özü bilər. İnsanlara da mən bağışlayıram da ki, mənim xətrimə deyib, mən onu bağışlayıram. Dedim, bəlkə iddianız o tərəflərə. Yox, əşi, mən, yəni... Hətta dində də var ki, Allah bağışlayanları sevər filan. Solipsit. Bizim vaxtımız başa çatdı. Biz getdik, sağ olun. Biz getdik, sağ olun. Sağ olun. Əslində, bugün Kurtlar Vadisi pusuya baxmayıb, bizə baxanlara da xüsusi təşəkkürlər. Sağ olun. Öpürəm. Sağ olun.